Nazirayım, Gülürayım, törenin izindəkilərin arasına xoş gəldiniz. Arvanız. Məşhur qırğız yazıcısı, dramaturq, rejissor, prodüser və ictimai xadim Nazira Jumança 1969-cu ildə anadan olub. Rusiyada Omsk Politexnik İnstitutunun maşın qayırma, Oş Dövlət Universitetinin Sənət Fakültəsinin məzunu olmaqla yanaşı, Qırğızıstanın Ali Kino Sənəti və Televiziya Məktəbində də təhsil alıb. Qırğız Respublikası Kinematoqraflar İttifaqının üzvü Nazira xanımın ən böyük xidmətlərindən biri Manas Dünyası dastanının şərhi ilə bağlıdır. Nazira xanım bir sıra beynəlxalq ictimai təşkilatlarda aktiv fəaliyyət göstərir. O, Nur Qırğız Etnoqrafik Cəmiyyətinin 2016-cı ildən isə Akrual İqtisadi Xəbərlər Təşkilatının sədridir. Bunlarla yanaşı Nazira Juman media və ictimai əlaqələr sahəsində bir çox milli və beynəlxalq layihələr üzərində işləyir. Nazira Jumança sənətli və bədii filmlərdə daxil olmaqla bir çox yaradıcı layihələrdə iştirak edib. Onun Kırdağı Arman, Kalibra üçün Tor, Düşmənim Mənim, Kunjelesi kimi filmləri böyük uğur qazanıb. 4 uşaq anası olan Nazira xanım müxtəlif internet platformalarında tarix, adət-ənənələr və törə ilə bağlı 3000-dən çox video görüntü ilə çıxış edib. Özünün yaradıcı və ictimai fəaliyyəti ilə Nazira Juman Qırğızıstanın mədəni həyatına özünə məxsus töhfələr verməkdə davam edir. Arvanız, hoş geldiniz. Gulira Kenjekarayeva 2014-cü ildə Narın Universitetinin İqtisadiyyat və Müəssisələrin İdarə Olunması fakültəsini bitirib. 2010-cu ildə Amerikanın Washburn Universitetindən məzun olub. 2013-cü ildən qonaq evlərinin və regional layihələrin rəhbəri kimi bir sıra uğurlar qazanıb. CBT Narın və DMO Destination Narın layihələrinin rəhbəridir. Turların təşkil olunmasında və qonaqların transferində və yerləşdirilməsi sahəsində böyük təcrübəsi olan Gulira xanım Narın bölgəsində effektiv strateji planlamanın, biznesin inkişafı üçün bir sıra layihələri həyata keçirib. Bunlarla yanaşı onun Narın bölgəsində yerli könüllü layihələri dəstəkləməsi, bölgənin mədəni irsinin qorunmasındakı fəaliyyəti, adı çəkilən bölgəyə innovativ texnologiyaların gətirilməsi, həyat şəraitinin yaxşılaşdırılması kimi işləri onun bu sahələrdə təcrübəsindən xəbər verir. Əvvəlcə öyrənmək istəyirəm siz hansı boydansınız, hansı soydansınız, özünüzü tanıdarsınız qısaca. İzləyicilərimiz sizi tanısın və söyləşimizə başlayaq. Mənim adım Nazira Jumandır. Mən Sulto soyundanam. Ulu babalarımdan birinin adı Ceylan Közdür. Bizim kiçik soyumuz Ceylan Köz Atalak adlanır. Sizlə danışmağa başlayaq. Manasla bağlı çoxlu araşdırmalarımız var. Nazira ayım, sizlə başlayaq. Bu Manas Qırğız qardaşlarımızın və əlbəttə ki, bütün Türk dünyasının ən dəyərli, ən önəmli duyğusal dəyər qaynaqlarından biridir. Manası bugünə qədər də digər Türk ellərində çox da dərindən bilmirlər, anlamırlar, tanımırlar. Manası Türk dünyasına qata biləcəyi önəm, Manasın Türk dünyasına qata biləcəyi dəyər sizcə nədir? Nə düşünürsünüz bundan bağlı? В первую очередь я хочу сказать, что İlk növbədə demək istəyirəm ki, mən Manasla artıq 16 ildən çoxdur məşğul oluram və mənim anlayışıma görə Manas bu dünyanın quruluşu, insanın mahiyyəti və təbiət haqqında fundamental kosmik elmdir. Türk dünyası üçün bu birləşdirici əsaslardan biridir. Çünki burada mədəniyyətin, tarixin və ənənələrin dəyərli xəzinəsi mövcuddur.
Burada botanika, biologiya, sənətkarlıq, silah ustalığı və zərgərlik sənəti kimi sahələr yer alır. Yəni bizi birləşdirən dəyərlər əks olunub. Buna görə də düşünürəm ki, Manas Türk dünyası üçün olduqca önəmlidir. Bu sadəcə bir təhsil sistemi deyil. İlk növbədə anlamalıyıq ki, Manas sadəcə hansısa qəhrəman haqqında bir epos deyil. Manas ali idrakın rəmzi və elmi əsaslandırılmasıdır. Təbii ki, ali idraka yalnız insan malikdir. Çünki məhz ağlı sayəsində o öz həyat yolunu və digər mühüm məqamları seçir. Heyvanlar müəyyən ağla sahib ola bilərlər, lakin şüurlu deyillər. Manassa məhz insanın şüurluluğundan, onun həyat yolunu necə seçməsindən və bu barədə necə düşünməsindən bəhs edir. Düşünürəm ki, bugün bu təkcə Türk dünyası üçün deyil, bütövlükdə dünya üçün də önəmlidir. Şüurlu olmaq vacibdir. Manas təhsildir, öyrətməkdir. Это только образование. Gülər xanım, siz illərdir etnoturizmlə məşğulsunuz və bu sahənin bilicisi kimi, peşəkarı kimi. Son vaxtlar etnoturizm dünyada çox məşhurlaşıb, çox populyarlaşmağa başlayıb. Və Qırğızistana da mən bildiyim qədərilə dünyanın bir çox yerlərindən turistlər gəlirlər və etnoturizm hansı sizcə yönləri var, hansı qolları var, hansı sektorları var? Etnoturizm haqqında biraz bizi bilgiləndirsəz, yəni bu necə bir turizm qoludur? Elton Mirzayım, siz yaxşı soru verdiniz. Mən Narın vilayətində turizm sahəsində fəaliyyət göstərirəm. Qırğızistanda etnoturizm yaxşı inkişaf edir. Etnoturizm yalnız yeni inkişaf etməyə başlayıb. Əvvəllər biz yalnız macəra turizmi ilə məşğul olurduq. Lüksdən yorulmuş turistlər burada əldəyməmiş təbiət qoynunda həqiqi istirahət edirlər. Təhlil göstərdi ki, turistlərin 90%-i bizə Avropadan, əsasən Fransa, Almaniya və İtaliyadan gəlir. Bu isə o zamana təsadüf edir ki, biz hələ etnoturizmi inkişaf etdirməyə yeni başlamışıq. Müşahidələr göstərdi ki, turistlər bura telefonlardan, internetdən və gündəlik hay-küydən uzaqlaşmaq üçün gəlirlər. Biz milli yeməklərin, geyimlərin hazırlanması kimi müxtəlif şoular göstərməyə başladıq. Bu isə turistlərin sayının artmasına gətirib çıxardı. Bildiyiniz kimi 2016-cı ildə bizdə ilk dünya köçəri oyunları keçirildi və bu çoxlu sayda xarici turistin cəlb olunmasına səbəb oldu. Bütün turistlər qeyd edirlər ki, etnoturizm bugün nadir hallarda rast gəlinir və bu onlara maraqlıdır. Buna görə də indi hərəkətə keçmək lazımdır. Turistlərə yalnız dağları və qayaları yox, həm də etno mədəniyyəti göstərmək lazımdır. Bu, unudulmuş dəyərlərin geri qaytarılmasına və bərpasına kömək edir. Как şou qılıb biz turistlərə göstərib başladıq. Bugün həyatımızda Gülərə xanım da vurğuladığı kimi bütün dünyada etno mədəniyyətə, etno kültürə çox böyük bir maraq var. Manasda siz dediniz ki, doğa ilə, təbiətlə bir bağlantı var. Etno turizmlə bağlı deyilən fikirlərdə də insanlar sanki o dəbdəbəli, komfortlu şəhərlərdən beziblər və özlərini təbiətə, dağlara aparırlar. Manasda təbiətlə insan bağlılığı ilə bağlı nələr var? Biz türklər həmişə doğa ilə iç-içə yaşamışıq. Mənə maraqlıdır ki, Manasda və ümumiyyətlə sizin düşüncənizdə son vaxtlar dünyada baş verən hadisələrdə də görürük ki, təbiətlə bağımızın qopması söz konusudur, belə deyək. Və bu bağı biz necə yenidən bərkidə bilərik? Necə Manasda məsəl üçün bundan bağlı nə kimi düşüncələr var? Действительно, есть очень большая связь. Həqiqətən də çox böyük bir əlaqə mövcuddur. Biz Gülira ilə birlikdə artıq bir etno mərkəz yaratmışıq və burada hazırda həm etnoqrafik eksponatları, həm də mədəni irsi toplayırıq. Buraya turistlər üçün manasçıları dəvət edirik və onlar tamamilə fərqli bir dünyaya qərq olurlar.
Manasda daha əvvəl də qeyd etdiyim kimi çox maraqlı məqamlar var. Bu gün özümlə Manasda rast gəlinən və etnoturizmin inkişafına kömək edə biləcək bəzi nümunələr də gətirmişəm. Çünki məsələn Qırğızıstan həm minerallar, həm də müxtəlif otlar baxımından zəngindir. Məsələn, bu broşurlar mənim işim üçün nəzərdə tutulub. Burada Manasda yer alan etnotip haqqında məlumat var. Ölkəmizdə yetişən müxtəlif dərman bitkiləri və onların istifadəsi izah edilib. Bizim ictimai birliyimizdə osteopatlar, manual terapevtlər və təbii müalicə üsulları ilə məşğul olan mütəxəssislər var. Onlar mərkəzdə ustad dərsləri keçirlər və turistlərə müxtəlif xəstəliklərin müalicəsi haqqında məlumat verə bilərlər. Bunların hamısı Manasda mövcuddur. Bundan əlavə Manasda heyvanat aləminin müxtəlifliyi də əks olunub. Burada 100-ə yaxın at cinsinin təsviri yer alır. Onların doğulmasından tutmuş, ömrünün sonuna qədər inkişaf prosesi izah edilib. Təkcə cinslər deyil, burada uşağın dünyaya gəlişi, böyüməsi və inkişafı necə təsvir olunursa, eyni şəkildə heyvanların da doğulması və inkişafı izah edilib. Məsələn, inək və qoyun kimi heyvanların həyat dövrləri haqqında məlumatlar var. Manas əslində ensiklopedik bilik mənbəyidir. Qırğızlar qədim zamanlardan 400-ə yaxın quş növünü tanıyırdılar. Onlarda şahinlə, qartalla ova çıxmaq kimi ənənələr mövcuddur. Bütün bunlar Manasda əks olunub. Təbiətin gözəlliklərindən zövq almaqla yanaşı, burada maraqlı mədəni və tarixi məqamlar da var. Əslində bizim çox gözəl bir ideyamız var. Lakin planlardan danışmazlar. Biz həqiqətən də etnoturizmin inkişafı sahəsində yenilik etmək istəyirik ki, turistlər mədəniyyətimizi daha maraqlı və əhatəli şəkildə tanıya bilsinlər. Çünki bu, bütün türk dünyasına aid olan bir mədəniyyətdir. Ola bilər ki, Avrasiya ərazisində bu biliklərin bir qismi itib. Lakin biz dağlıq bir ölkədə yaşadığımız üçün bu bilikləri müəyyən qədər qoruyub saxlaya bilmişik. Buna görə də turistlərə bu biliklər haqqında danışmaq və onlarla paylaşmaq istəyirik. С ними. То, что им будет интересно. Qırğızıstanın çox dərin, siz demişkən, dağların arasında olduğu üçünmü deyək. Necəsə Qırğızstana gəldiyimizdən gördüyümüz odur ki, Qırğızstanda türk kimliyi ilə bağlı, türk varlığı və düşüncəsi və törəsi ilə bağlı o qədər dəyərli biliklər saxlanılıb ki, və siz bunu çox gözəl qorumusunuz və bugün adam tanış olduqca, öyrəndikcə tam-tamına heyrətə gəlir. Amma türk dünyasında sanki bunun o qədər də məlumatı yoxdur. Siz bax bu Qırğız qardaşlarımızın saxladığı bax bu dərin bilikləri türk dünyası ilə gedib paylaşmaq, orada hansısa söyləşilər eləmək, konferanslar vermək, bunları anlatmaq kimi belə bir planlarınız varmı Nazilə xanım? Я просто на сегодня... Hazırda böyük sevinç hissi ilə demək istəyirəm ki, mən Güliranın simasında etnoqrafiyaya həqiqətən maraq göstərən, bizi köklərimizə qaytarmağa və bu dəyərləri qorumağa çalışan gözəl bir tərəfdaş tapmışam. Axı biz hamımız eyni planetdə doğulmuşuq, hamımızın kökləri birdir, biz hamımız eyni sivilizasiyanın nümayəndələriyik. Buna görə də digər xalqlarla bölüşə biləcəyimiz biliklər məhz bizi birləşdirən dəyərlərdir. Bizi birləşdirən təkcə sanjıra deyil. Bizdə buna sanjıra, sizdə isə şəcərə deyirsiniz. Elə deyilmi? Şəcərə. Hazırda biz beynəlxalq forum çərçivəsində tədbirlər keçiririk. Bu tədbirlər sırasında biz artıq konfrans və dəyirmi masalar təşkil etmişik və orada qadın adlarının şəcərəyə daxil edilməsi məsələsini müzakirəyə çıxarmışıq. Çünki indiyə qədər şəcərədə yalnız ataların və ulu babaların adları qeyd edilirdi. Mən məsələn yalnız nənəmi və ulu nənəmi tanıyıram. Ancaq biz bugün məhz nənələrimiz və ulu nənələrimiz sayəsində yaşayırıq. Axı bizi dünyaya gətirən onlar olub. Bəs onların adları tarixdə qalmağa layiq deyilmi? Biz məhz bu məsələnin vacibliyini bir tədbirdə qaldırdıq. Digər bir tədbirdə isə etnoqrafik ensiklopediyanın yaradılması məsələsini müzakirə etdik. Hazırda mənim kitabım var. O, elmi kütləvi janrda yazılıb və simvollarla işarələrdən bəhs edir. Bu kitabı 2 il ərzində yazmışam və onu
Onu günəş simvollarından, yəni bu gün dünyanın bütün ölkələrində istifadə olunan günəş işarələrindən başlamaq qərarına gəlmişəm. Bu mövzuda mən Azərbaycanlı tədqiqatçı Aytən Səlimovanın günəş simvolları ilə bağlı işinə də istinad etmişəm. Bu da kitabda yer alıb. Kitab hələlik qırğız dilində yazılıb və bir növ dərslik kimi nəzərdə tutulub. Artıq onun 100 nüsxəsi Budapeşt Universitetinin Etnografiya Fakültəsi tərəfindən öyrənilmək üçün götürülüb. Burada hər bir türk dilli insan istər danışıq səviyyəsində, istərsə də yazılı şəkildə bizi birləşdirən elementləri, simvolları və işarələri tapa bilər. Biz eyni mövzuları turistlərə də çatdırmaq istəyirik. Məsələn, Güliranın divar xalçaları, divar pannaları. Qırğız dilində onlar tuş kiyiz adlanır. Bu xalçalar əslində bir semantik sistemdir. Köçəri adətlərində insanların gəlib bir-birinə sual verməsi yayğın hal deyildi. Evə daxil olan kimi artıq həmin ailənin haradan gəldiyini, kim olduğunu xalçalar vasitəsilə anlamaq olurdu. Suallara ehtiyac qalmırdı. Gülira, hazırda neçə tuş kiyizin var? Özüm айтып берем, да, ул боюнча да. Bir çox tarixi əşyaları yeni nəsil qiymətləndirmir və sadəcə atır. Amma şəxsən mən qədim əşyaları görəndə onlar məni ilhamlandırır və mənə əcdadlarımızı xatırladır. Turizm sahəsində çalışaraq anlayıram ki, xaricilər bizim qədim ənənələrimizi öyrənməyə, xüsusilə də antik əşyalar vasitəsilə tanımağa böyük maraq göstərirlər. Antikvar əşyaların toplanması mənim hobbimə çevrilib. Hazırda mən artıq 85 ədəd qədim divar panosu, tuş kiyiz toplamışam. Hər bir panonun özünə məxsus bir unikallığı var. Biz hər bir panonu və onun naxışlarını araşdırmağa və bu panoların kataloqunu hazırlamağa çalışacağıq. Gələcəkdə bu əşyaların sərgisini təşkil etmək mümkündür. Qeyd etmək istəyirəm ki, bizim gözəl təbiətimizlə yanaşı, xalqımızın mədəniyyəti və ənənələri də turistlərə çox maraqlı gəlir. Mənim vəzifəmsə turizm sahəsinin nümayəndəsi kimi bu yolda qonaqlarımıza kömək etməkdir. Düşünürəm ki, hər bir insan öz ənənələrini, dilini və kimliyini qorumaq istəyir. Turizm sahəsində çalışan bir şəxs kimi mən də yeni nəslə öz ənənələrimizə sevgi hissini aşılamaq istəyirəm. Муундарга дагы кызыктырып, ис калтыруу, аларды дагы ошого тартуу да. Bir qırğız boz öyü deyirsiniz siz. Biz indi qırğız boz öyündə oturmuşuq. Bax bu boz öyü ilə bağlı biraz bizə məlumat verərsiniz. Nədir buradakı anlamlar, niyə buradakı saylar el olmalıdır? Bunun şəkli ilə bağlı biraz danışaq. Мы сегодня сидим не... Biz bugün boz üydə oturmamışıq. Yurta ölçüsünə və statusuna görə fərqlənir. Müxtəlif yurta növləri var. Əgər bir yurta 6 qanadlıdırsa, o alaçıq və ya boz üy adlanır. 6-dan çox qanadı olan yurtalar fərqli adlanır. Biz indi qırğız üydəyik. Burada 125 ədəd bu cür çubuqlar, yerdək var və onların 12 birləşmə nöqtəsi mövcuddur. Məhz buna görə bu yurta qırğız yurtası sayılır. Qırğız yurtasının özünə məxsus fəlsəfəsi var. Əslində bu səma rəsədxanasıdır. Çünki buradakı bütün detallar heç bir mismardan istifadə olunmadan yığılır. Onlar yalnız atların damarları ilə bərkidilir və mahiyyətcə dairəvi illik təqvim, yəni ilin 365 günü kimi hesablanır. Burada kainatın qanunları qorunur. Üst ailəm göy qübbəsidir. Göyü saxlayan sütunlar jerdey kişi enerjisi simvolizə edir. Çarpaz qəfəs quruluşu keregi qadın enerjisini simvolizə edir. Aşağı ailəm isə ocaqdır. Bu bütövlük və harmoniyanın qorunduğu bir formadır. Biz isə indi həmin yurtanın müasir versiyasında əyləşmişik. Ənənəvi yurtada bütün çubuqlar qırmızı rəngə boyanır. Bu ana bətnini, qan dövranı sistemini simvolizə edir və eyni zamanda qoruyucu, talisman funksiyası daşıyır. Bizim əcdadlarımız rənglərin və yurtada mövcud olan bütün detalların gücünü anlayırdılar. Məsələn, yurtanın ətrafında həmişə bir kəndir olurdu.
Bu kəndir yurtaya zərərverici həşəratların və ilanların girməsinin qarşısını almaq üçün idi. Bax, bu kiçik saçaqlı toplar həm bəzək, həm də təbii antiseptik rolunu oynayır. Buradakı hər şey təbii, ekoloji cəhətdən təmiz və funksionaldır. Xalçalar, keçə parçalar, məsələn, Kuliranın danışdığı tuş kiyizlər, bunlar hamısı təbii materiallardan hazırlanır. Bizim üzərində oturduğumuz bu parça şırdak adlanır. Bundan başqa ala kiyiz də var. Şırdak həmişə törənlərdə sərilirdi. Bu, ağsaqqalların oturduğu hörmətli yeridir. Xanı belə şırdak üzərində qaldırırdılar. Bəs niyə? Çünki şırtak taxta qaldırmaq mənasını daşıyır. Araşdırmalarım zamanı aşkar etdim ki, bu həm də keçmişdə əcdadlarla əlaqə yaratmaq üçün bir portal kimi istifadə olunurmuş. Biz bir çox şeylərdən xəbərsizik, amma araşdırmağa başladıqda bunun izlərini Xakasiyada, Altayda tapırıq, yəni Altay sivilizasiyasının izlərini. Məşhur alimlər Abramson, Bartold, Aristov və başqaları araşdırmalar aparıb. Ancaq biz Altay sivilizasiyasını öyrənən müasir alimlərə də baxmalıyıq. Məsələn, Brontay Bedyurov deyir ki, Altay dedikdə birbaşa qırğızları nəzərdə tutmaq lazımdır. Bunun elmi sübutları var. DNT genetik analizlər və Andronov, Okunev, Taşdıq və Tagar mədəniyyətləri üzərində radiokarbon analizlər göstərir ki, bu mədəniyyətlərə aid qalıqlar məhz qırğızlara məxsusdur. Bunu yersiz qürurlanmaq üçün yox, tarixi fakt kimi söyləyirik və qəbul etməliyik. Bugün Mərkəzi Asiya və Avrasiya ölkələri arasında bu ənənələri qoruyub saxlayan bizim xalqımızdır. Buna görə də biz əcdadlarımıza borcluyuq. Çünki onlar təbiətlə harmoniya içində yaşayaraq kainatın qanunlarını unutmadılar. Tenkri qanunlarını. Bu dini məsələ deyil. Qırğızlarda həmişə yurtanın qapısı günəşin doğduğu tərəfə yönəlirdi. Niyə qırğızlar özlərini günəşin övladları adlandırırdı? Günel, Nurel adları hardan gəlir? Çünki onlar günəşin doğmasına uyğun olaraq yaşayırdılar. Günəş doğur, yurtanın qapısından içəri girir və onun şüaları bizim həyat ritmimizi tənzimləyirdi. Günəş şüaları tündükdən, yurtanın günbəzindən içəri daxil olanda artıq bilirdilər ki, sürünü toplamaq və yatmağa hazırlaşmaq vaxtıdır. Bu təbii saat idi. Tündük, çamqaraq təkcə yurtanın günbəzi deyildi. O, ulduz xəritəsi funksiyasını da yerinə yetirirdi. Yurtada ulduzlar aydın görünürdü və bu, köç zamanı istiqaməti müəyyənləşdirmək üçün istifadə olunurdu. Nə vaxt qışlamağa, nə vaxt yaylağa köçmək lazım olduğunu bunun vasitəsilə bilirdilər. Baxın, bu həqiqətən də bir rəsədxana idi. Bizim əcdadlarımız çox müdrik insanlar idilər. Təəssüf ki, biz bu biliklərin çoxunu itirmişik. Amma indi onları bərpa etməyə çalışırıq. Практически не сохранили и пытаемся вернуть. Mən türklərin ən çox sevdiyi bir mövzudan danışmaq istəyirəm. Həm sizə, həm Gülürə xanım sizə, həm Nazirə xanım sizə yeməklə bağlı danışmaq istəyirəm. Yəni, etnoturizmdə ən önəmli məsələlərin biri də yemək məsələsidir və qırğızların da çox maraqlı yeməyə yanaşması var. Və bununla bağlı istəyərdim danışmağa. Bir, gələn turistlərə sizin yemək çeşidlərini, deyək ki, digər türk qardaşlarının, indi məsələn, bəzi şeylər var ki, biz onu qırğızlardan götürəcəyik. Bəzi şeylər var ki, onlar da digər türk ellərindən götürə bilərlər. Məsəl üçün, siz gələcəkdə öz işlərinizdə, siz öz bu etno süfrənizi, bax, qardaş xalqların, ellərin yeməklərini götürüb daha da çeşidləndirə bilərsiniz. Bununla bağlı düşünmüsünüzmü? Yəni, gələn turistlər yeməyə də fikir verirmi, önəmsiyirmi? Бұл тамақ эми аябай маанилүү. Баарыбыз Qida. Bu bizim ümumi sevimli mövzumuzdur. Belə ki, Narın vilayətinin əhalisinin 99%-i ət yeməklərinə üstünlük verən qırğızlardır. Müvafiq olaraq əsas yeməklər beş barmaq, qımız, yəni at südü və boza içkisidir.
Narın vilayəti milli mətbəximizin nadir və ənənəvi reseptlərini qoruyub saxlamışdı. Təəssüf ki, əcnəbilər bizim mətbəximizlə demək olar ki, tanış deyirlər. Bizdə gastroturizm demək olar ki, inkişaf etməyib və biz bizim üçün yeni olan sahəni necə inkişaf etdirəcəyimiz barədə düşünməliyik. Siz çox maraqlı bir mövzuya toxundunuz. Biz gastroturizm sahəsinə də diqqət yetirməliyik. Çünki bizim milli mətbəximiz doğrudan da çox rəngarəngdir. Məsələn, təkcə turş süddən bizdə ənənəvi olaraq qurut, süzmə, ayran kimi məhsullar hazırlanır. Amma süfrəmizdə əsas yemək yenə də beş barmaqdır və siz bizim qonağımız olaraq onu mütləq dadmalısınız. Qeyd etmək istəyirəm ki, turistlər üçün xüsusi beş barmaq şouları təşkil olunur. Qırğızlar köçəri xalq olduğuna görə əsas yemək hər zaman ət olub. Bizdə deyirlər ki, bir ailə bir axşam yeməyində bir qoyunu yeməlidir. Əlbəttə, bu zarafatla deyilir, amma ət yeməklərinə bizim mətbəxdə necə önəm verildiyini vurğulayır. Narında Kojojaş adlı film çəkilib. Film dağlarda təkbaşına ailəsini doyurmaq üçün vəhşi dağ keçilərini ov edən bir ovçudan bəhs edir. Bu filmdə də bizim ət yeməkləri ilə bağlı ənənələrimiz yer alır. Əgər beşbarmaq süfrədə əsas yeməkdirsə, onda bozo, qımız və jarma kimi milli içkilər bizim üçün gün boyu enerji verən eliksirdir. Bu içkilərin hamısı turistlər üçün milli içkilərimizin bir növ brendinə çevrilməlidir. Көпкө чейин адамдын оозунда кала турган сонун улуттук тамактарыбыз бар. Qırğızların bu yemək törəsindən danışasınız. Yəni süfrədəki qonaq qarşılayarkən, toyda, mərasimlərdə, bax bu yanaşmalar necədir? Hər şey elə bir ki, sizdə ölçülən, biçilən qaydaları, bax biraz bizə sizin yemək törənizdən danışasınız lütfən. Mən deyə bilərəm ki, məhz Narın vilayəti ustaları ilə məşhurdur. Burada ət kəsmə sənətini mükəmməl bilən ustalar var. Onlar qoyun, iri buynuzlu mal və atların ətini düzgün şəkildə hissələrə ayırmağı bacarırlar. Bu ustalar yaxşı bilirlər ki, qonaqlar gələndə bəzi sümüklər süfrəyə qoyulmur. Bundan əlavə, ən hörmətli qonaqlar üçün nəzərdə tutulan hissələr xüsusi qaydalarla bölüşdürülür. At ətində bu hissə uça adlanır və ənənəyə görə uça təqdim ediləndə qarşı tərəf buna qarşılıq olaraq böyük məbləğdə hədiyyə verməlidir. Qoyun ətində isə bu hissə canbaş adlanır. Qonaqlara kunqçılıq deyilən hissə verilməz. Niyə? Çünki kunq qul mənasını verir və bu hissə qalıq hesab edilirdi. Həmçinin qonaqlara boyun hissəsi də təqdim olunmaz. Bunun səbəbi isə evdə hər zaman dik başla gəzmək arzusudur. Burada da simvolizm mövcuddur. Bununla yanaşı, müxtəlif bölgələrdə fərqli ənənələr mövcuddur. Məsələn, qonağa baş təqdim edəndə yalnız qoyun başı verilir. At və inək başı isə süfrəyə qoyulmaz. Qoyun başı bəzən ya ən gənc qonağa, ya da ən yaşlı insana verilir. Bu, bölgələrə görə dəyişir. Lakin istənilən halda düşünürəm ki, bütün türkləri birləşdirən ən böyük ortaq dəyər ət yeməklərinə olan sevgidir. Çünki biz güclü qida rasionuna üstünlük veririk. Özümüzü həmişə böyrü, yəni qurd kimi hiss edirik. Burada hətta lingvistik analogiya da var. Məsələn, qırğızları burud adlandırıblar. Bu söz hardan gəlib? Böyrü it sözündən. İndi gəlin coğrafiyaya baxaq. Xəyalınızda Avrasiya xəritəsini canlandırın. Burud adlandırılan xalq, yəni qırğızlar, kalmıklar və çinlilər tərəfindən belə adlandırılıb. İndi şimal istiqamətinə, Avropaya doğru hərəkət edək. Burud sözü burada biryuk formasını alır. Biryuk, qurd, biryuk, varyak. Görürsüz, indi isə şimala, Şimal Buzlu Okeanı istiqamətinə baxaq. Burada burud, buryat olur. Görürsüz, bu da bütün bu ərazilərin vahid bir sivilizasiya olduğunu sübut edir. Burada dil əsasını təşkil edən ortaq bir mənbə var. Biz eyni sivilizasiyanın övladlarıyıq və eyni dildən istifadə etmişik. Biz bilirik ki, dünyada iki mədəniyyət vardı. Oturaq mədəniyyət və köçəri mədəniyyət. Türklər daha çox köçəri mədəniyyətinin daşıyıcıları idi. Və bugün internetin ortaya çıxışı ilə biz
neyi görürük? Freelancerlər Hı hı. dediğine, yani iş yerindən asılı olmayan, artıq daha özgürləşmiş adamlar. Bir çox adam da deyir ki, 21-ci əsr Türk əsridir. Belə bir düşüncəsi də olanlar var. Son dönemdə də Türk dünyası bir-birinə çox yaxınlaşır. Kültürel bağları gücləndirir, iqtisadi bağları gücləndirir. Siz gələcəyini Türk dünyası necə görürsünüz? Çox maraqlıdır. Bax, bu yeni köçəri əsri sizcə bizə nələr gətirəcək, nələr qazandıra bilər? O Mən başa düşürəm ki, rəqəmsal texnologiyalar dövrü başlayıb və biz ondan qaça bilmərik. Çünki texnologiyalar nəticədə əməkdaşlığımızın və əlaqələrimizin inkişaf etməsinə dəstək olmalıdır. Lakin biz texnologiyaların qulu olmamalıyıq. Köçəri sivilizasiyanın renessansı, dirçəliş dövrü kosmosun təsiri ilə reallaşacaq. Çünki qlobal proseslər baş verəcək. Biz bu planetdə yaşayırıq. Və bu planet kosmik sistemin bir hissəsi olduğundan biz bu reallıqdan qaça bilmərik. İqlim dəyişiklikləri digər dəyişikliklər olacaq ki, bu da texnologiyaların, o cümlədən rəqəmsal texnologiyaların yeni bir sıçrayışına təsir göstərəcək. Biz sadəcə olaraq bu texnologiyaları təbiətlə harmoniya içində, tarazlığı pozmadan düzgün tətbiq etməyi öyrənməliyik. Və düşünürəm ki, bütün kəşflər həmişə məhz şərqdən, türk dilli dünyadan başlamışdı. Buna görə də bu yeni inkişaf dövrü türk sivilizasiyasının renessansı, dirçəlişi dövrü hesab edilir. Sizlə danışmaq çox maraqlı idi, hər ikinizlə. Həqiqətən də çox maraqlı biliklər paylaşdınız. Mən düşünürəm ki, çox dəyərli insanlarsınız, dəyər yaradıcılarsınız qardaş Qırğızistan xalqı üçün və əminəm ki, gələcəkdə də bütün Türk dünyası üçün çox dəyərli işlər görəcəksiniz. Sizə uğurlar arzu edirəm və sizə Azərbaycandan hər ikinizə kiçik bir hədiyyəmiz var. Ümidvaram ki, bu söhbətimizdən, görüşümüzdən bu bizim belə naxışımızdır. Gülrə xanım, birinci Nazirə xanım sizə. Rahmat, Hə. alqış. Bu da sizin de Gülrə xanım. Yenə bu bənövşəyə rəngli Rahmat, gözəl çox rahmat. Bu armağanı da bizdən Spasibo. qəbul eləyin lütfən. Yadigar saxlayın. Təşəkkür edirəm vaxt ayırdığınız üçün, bizlə öz biliklərinizi, düşüncələrinizi paylaşdığınız üçün. Da bu gözəl söhbətdə biraz qəlbimizi isitdiniz. Var olun, sağ olun. Biz də өтө кубанычтуубуз ошо бүгүнкү күндө ошо түрк тилдүү элдин башын бириктирип ошо биз ыйык кыргыз үйүбүздө отуруп сиз менен маек курганыбызга сизге чоң алкыш. Sağ olun. Буюрса ошо Азербайжанга да барып биздин өзүбүздүн билимибиз менен бөлүшүп силерге да конок болуп силер да бизге конок болуп келгениңерде ошо эңсейбиз да. Çok sağ olun. Элтон мырза, сизге чоң ыраазычылык. Сизде сунуш бар. Сизге Нарын областына келсеңиз, этно туризм боюнча дагы көп фильмдер тартсак болот. Көп сонун каармандар бар, көчмөн элдери бар. Аябай сонун мүмкүнчүлүктөр бар. Дагы бир жолу силерди ошо Нарын областына келип, дагы көп контент жазап кеткенге чакырам силерди. Çok sağ olun, minnettarım. İnşallah gələcəyik, görəcəyik. İnşallah bütün Türk dünyası birbirindən qol qanat gələcək. Var olun. Рахмат. Бар болуңуз.